Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz Azərbaycan Respublikasının suvarma kanalları, kollektorlar, yeraltı sular, həmçinin Xəzər dənizi ilə bağlı olacaqdır. Deməli, biz bilirik ki, Azərbaycanın xüsusən düzənlik ərazilərinin əksər hissəsi yarım-səhra quru çöl ərazilərdir. Yəni, rütubət çatışmazlığı hiss olunur. Ona görə də mütləq əkinçiliyi inkişaf etdirmək üçün suvarmaya ehtiyac vardır. Ona görə Azərbaycan ərazisində müxtəlif suvarma kanalları var. Biz onların ən böyükləri ilə sizinlə tanış olacağıq. İlk öncə biz Samur-Abşeron kanalı ilə tanış olsaq, yadda saxlayaq ki, Samur-Abşeron kanalı Azərbaycanın ən uzun kanalı hesab olunur. Təqribən 182 kilometrdir uzunluğu. Suvardığı sahə isə təqribən 92 min hektar təşkil edir ki, bu uzunluğuna görə Azərbaycan Respublikasının ən uzun kanalı hesab olunur. Gördüyümüz kimi Samur çayından başlayır və Şollar düzünün, Qusar Mayili düzünün, həmçinin Samur Dəvəçi ovalığının, Abşeron zonasının suvarılmasında istifadə olunur. Və Ceyranbatan su anbarının da su ilə təmin olunmasında çox mühüm rol oynayır. Bir daha qeyd edəcəm, Abşeron zonasının, Samur Dəvəçi ovalığının, daha sonra Şollar düzünün və Qusar Mayili düzənliyinin suvarılmasında geniş şəkildə istifadə edilir. Biz ikinci böyük su kanalından, daha uzun su kanalından danışsaq, əlbəttə ki, bu Yuxarı Qarabağ kanalıdır. Yuxarı Qarabağ kanalına biz diqqət yetirsək, Yuxarı Qarabağ kanalı Mingəçevir su anbarından başlayır və həmçinin Bəhramtəpə su qovşağına qədər uzanır. Deməli, Yuxarı Qarabağ kanalı Azərbaycanın ən çox su daşıyan kanalıdır və uzunluğu yadda saxlayaq ki, təqribən 175 kilometr. Suvardığı ərazinin sahəsi isə 85 min deməli kvadrat kilometrdir. Yəni daha doğrusu 85 min hektar ərazini suvarır. Və Yuxarı Qarabağ kanalı ilə həm Qarabağ düzünün, həm də ki, Mil düzünün suvarılmasında geniş şəkildə istifadə edilir. Digər bir böyük kanallardan biri Yuxarı Şirvan kanalıdır. Yuxarı Şirvan kanalının yadda saxlayaq ki, uzunluğu təqribən 126 kilometrdir. Lakin Azərbaycanda ən çox ərazi suvaran kanal hesab olunur. Təqribən 127 min hektar ərazinin suvarılmasında Yuxarı Şirvan kanalından istifadə olunur. Yuxarı Şirvan kanalı ilə Şirvan düzünün, yəni Zərdab, Kürdəmir, Ağdaş, Göyçay bu kimi rayonların ərazisinin suvarılmasında geniş formada istifadə olunur və bir daha qeyd edirəm ki, Azərbaycanda ən çox ərazi suvaran kanal olacaqdır. Daha sonra biz danışa bilərik Baş Mil kanalından. Baş Mil kanalına diqqət yetirsək, Füzuli rayonu ərazisində Milmuğan su qovşağından başlayır və əsasən Mil düzünün suvarılmasında istifadə edilir. Uzunluğu təqribən 38 kilometrdir. Suvardığı ərazi isə 64 min hektara yaxın ərazini suvaracaqdır. Bir daha qeyd edirəm, xüsusən Mil düzünün suvarılmasında geniş formada istifadə edilir. Bəhramtəpə su qovşağından 2 su kanalı çəkilmişdir. Bunlardan birincisi Baş Muğan su kanalıdır. Baş Muğan kanalı vasitəsilə Muğan düzü suvarılır. Təqribən uzunluğu 34 kilometr hesab olunur. Suvardığı ərazinin sahəsi isə təqribən 68 min hektar ərazini suvaracaqdır. Daha sonra biz Əzbəyev adında kanaldan danışsaq, Əzbəyev adında kanalda Bəhramtəpə su qovşağından başlayır. Muğan düzünün, həmçinin Cəllabad, Masallı, Lənkəran kimi ərazilərin suvarılmasında istifadə olunur. Uzunluğu 92 kilometr, suvardığı ərazinin sahəsi isə 69 min hektar hesab edilir. Demək, bu suvarma kanalları vasitəsilə biz əlbəttə ki, bir daha deyirəm, Azərbaycanın torpaqları suvarılır və əkinçiliyin inkişafına çox böyük köməkliyi göstərir. Azərbaycanda su anbarlarının olması, həmçinin suvarma kanallarının olması, lakin bəzi suvarma kanallarında, su anbarlarında beton özüllərdən istifadə edilməməsi, xüsusən yeraltı sularının səviyyəsinin həddən artıq yuxarı qalxmasına səbəb olur. Xüsusən Küraraz ovalığında təqribən 1-5 metr dərinliklərində qurunç sularından ibarət yeraltı sular mövcuddur. Təbii ki, bu sular həddən artıq mineral maddələr, duzlaşmış maddələrdən ibarətdir deyə bu sulardan, yəni içməli su kimi istifadə etmək mümkün deyil. Yəni bunların tərkibində mineralların miqdarı həddən artıq çoxdur.
Azərbaycan ərazisində içməli su kimi yararlı olan qurut suları əsasən Qusar maylı düzənliyində, həmçinin Lənkəran ovalığında və Qanıq Əyriçay vadisində və dağətəyi zonalarda sulardan istifadə etmək olar. Arteziyan sularına gəldikdə isə Azərbaycanın ən böyük arteziyan su hövzəsi Küraraz ovalığındadır. Həmçinin Qafqazın ən böyük arteziyan hövzəsi hesab edilir. Və bəzi ərazilərdə yeraltı suların yer səthinə yaxın olması, məsələn Lənkəran ovalığında, Samur Dəvətçi ovalığında, Qanıq Əyriçay vadisində və yaxud da Kür çayı ətrafında düzənlik ərazilərində meşələrin əmələ gəlməsinə səbəb olmuşdur. Bayaq qeyd etdiyimiz kimi su kanallarından, su anbarlarından yeraltı sular yer səthinə sızır. Həm bataqlıqların yaranmasına, həmçinin torpaqların şoranlaşmasına, yeraltı suların səviyyəsinin qalxmasına səbəb olur. Və Azərbaycanda əlbəttə ki, bu yeraltı suların səviyyəsini aşağı salmaq üçün kollektor drenaj sistemindən istifadə edilir. Bu kollektor və drenaj sisteminə keçsə Azərbaycan ərazisində Baş-Şirvan, Baş-Mil Qarabağ, Baş-Mil Muğan kimi demək kollektorlar mövcuddur. Kollektor drenaj sistemi mövcuddur. Drenaj yəni aparatları yeraltı suları çəkir və kollektorlar vasitəsilə Xəzər dənizinə axıdılır və beləliklə yeraltı suların səviyyəsi müəyyən qədər aşağı salınır. Lakin Azərbaycan ərazisində çoxlu bu cür kollektor drenaj sisteminə ehtiyac var ki, yeraltı suların səviyyəsini aşağı salsın, torpaqların şoranlaşmasını azaltsın və bataqlıqların yaranmasının qarşısını alsın. Və bəzi kollektorlar vasitəsilə həmçinin Ağgölədə qurut suları axıdılır və bu gölün sahəsi genişlənir getdikcə. İndi isə Xəzər dənizindən danışsaq, biz bilirik ki, Xəzər əslində göldür, dünyanın ən böyük gölü hesab olunur. Sahəsi təqribən 376 min kvadrat kilometrdir. Əlbəttə ki, bu səviyyə tərəddüdü ilə bağlı olaraq yəni sahəsi dəyişə bilər, amma təqribən 376 min kvadrat kilometr hesab olunur. Orta dərinliyi 184 metr, maksimal dərinliyi isə Lənkəran çökəkliyi 1025 metr hesab olunur. Xəzər dənizi əlbəttə ki, haradasa 47 dərəcə şimal enliyi ilə 36 dərəcə şimal enlikləri arasında yerləşir və Tets okeanının qalığıdır bildiyimiz kimi. Ona görə qalıq relikt mənşəli göldür. Həmçinin bu gölün yaranmasında tektonik proseslərin rolu çox böyükdür. Çox böyük olmuşdur. Axarsız göldür, şorsulu göl hesab edilir. Və 5 ölkənin sahillərini yuyur. Bu ölkələrə biz Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstana aid edə bilərik və ən uzun sahil xətti əlbəttə ki, Qazaxıstana məxsusdur. Azərbaycanda isə Xəzər dənizinin sahil xəttlərinin uzunluğu təqribən 825 kilometrdir. Və Xəzər dənizinin təbii ki, şimal hissələri günəş şüalarının düşmə bucağı daha kiçik olduğu üçün şimal hissələrində temperatur daha aşağıdır. Qış aylarında biz Xəzər dənizinin temperaturuna fikir versək, şimal hissədə qış aylarında suyun temperaturu 0-5 dərəcə arasında dəyişir. Mərkəz hissələrində suyun temperaturu 5-10 dərəcə arasında dəyişir. Cənub hissəsində isə temperatur təqribən 10-12 dərəcə arasında dəyişəcəkdir. Əlbəttə ki, yay aylarında suyun temperaturu daha çox olacaqdır. Şimal hissələrdə yay ayında suyun temperaturu əsasən 20-25 dərəcəyə qalxır. Mərkəzi hissələrdə 27-28 dərəcəyə qədər qalxa bilər, 26 dərəcəyə qədər qalxa bilər. Cənub hissədə isə 25-28, bəzi hallarda 30 dərəcəyə qədər suyunun temperaturu təbii ki olur. Duzluğa gəldikdə əlbəttə ki, şimal hissələrdə duzluq daha azdır. Təqribən 1-2 promillidir. Mərkəz hissələrdə duzluq artıb 5-10 promilliyə çatır. Cənub hissədə isə duzluq maksimala çatır. 12-13 promilli təbii ki, duzluq olacaqdır. Amma orta duzluq təbii ki, təqribən 12 promilli hesab edilir. Əlbəttə ki, bu dediklərimizi biz yekunlaşdırsaq, Xəzəri 3 əsas hissəyə bölə bilərik. Deməli, şimal hissə təqribən 44 dərəcəlik şimal enliklərinə qədər olan ərazidir. Yəni 47 dərəcə şimal enliklərindən 45-44 dərəcəlik şimal enliklərinə qədər olur şimal hissəsi. Daha sonra gəlir mərkəz. Mərkəz hissə 44 dərəcə şimal enliyi ilə 40 dərəcəlik
şimal enlikləri arasında yerləşir. Cənub hissə isə 40 dərəcəlik şimal enliyindən daha cənubda yerləşən əraziləri əhatə edir. Təbii ki, bu bölünmə əsasən dib relyefinə və suyunun fiziki kimyəvi xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Təbii ki, biz şimal hissəyə baxsaq, şimal hissə qeyd etdik ki, bura günəş şüalarının düşmə bucağı daha aşağıdır və ona görə də burada suyun temperaturu, orta temperaturu daha aşağıdır. Buxarlanma qabiliyyəti aşağı olduğu üçün, yəni temperatur aşağı olduğu üçün və buxarlanma qabiliyyəti zəif olduğu üçün burada deməli duzulluq daha aşağıdır. Həmçinin bura böyük Volqa, Ural kimi nəhəng çaylar töküldüyü üçün burada duzulluğu təbii ki, bu çaylarda azaldır. Çünki bunlar şirin sulu çaylar, yəni belə deyək, şirin su gölə gətirir və gölün şimalında duzulluq 1-2 promilliyə düşür. Ona görə burada canlı aləmdə zəngindir. Həmçinin belə deyək, suyu daha şirin hesab ediləcəkdir. Qeyd etdiyimiz kimi 44 dərəcə şimal enliyində, 40 dərəcə şimal enliyində orta enliklər yerləşir. Orta enliklərdə qeyd etdiyimiz kimi suyun temperaturu qalxır. Bayaq qeyd etdiyimiz kimi yay aylarında, qış aylarında təqribən 5-10 dərəcəyə, yay aylarında isə hardasa 25-26 dərəcəyə qədər qalxa bilər. Duzluq artır və burada Dərbənd çökəkliyi yerləşir. Cənub hissəyə keçdikdə isə cənub hissə əlbəttə ki 40 dərəcə şimal enliyindən daha cənubda yerləşən əraziləri əhatə edir və bu cənub hissə burada Lənkəran çökəkliyi yerləşir. Xəzər dənizinin ən dərin nöqtəsidir. 1025 metr dərinliyə malikdir və Xəzər dənizinin cənubunda suyun duzluluğu əlbəttə ki çoxalacaq, çünki temperatur çoxdur və burada tökülən böyük çaylar da o qədər də çox deyil təbii ki. Həmçinin temperaturun yüksək olması, buxarlanmanın çox getməsi belə deyək, gölün suyunun duzluğun artmasına səbəb olur. Cənub hissələrində duzluq 13,5 promilliyə qədər arta bilir. Daha sonra biz Xəzərin, belə deyək, Xəzər dənizində tökülən çaylara diqqət yetirsək, Azərbaycan ərazisindən bildiyimiz kimi bura çoxlu çay tökülür. Məsələn, biz bura Böyük Qafqazın şimal-şərq yamacının çaylarının Samur, Qusar, Qudyal, Vəlvələ, Ataçay, Gilgilçay və s. kimi çayları, həmçinin Abşeron zonasında Sumqayıt, Pirsaat, Ceyrankeçməz kimi çayları, həmçinin Azərbaycanın cənub bölgəsində yerləşən Viləkçay, Astaraçay, Təngərüdçay, Lənkərançay kimi çaylar, həmçinin nəhəng Kür çayı da Azərbaycan ərazisindən Xəzər dənizinə tökülür. Daha sonra Rusiya ərazisindən Volqa, Ural, daha doğrusu üzr istəyirəm, Volqa yox, Ural yox, Ural Qazaxıstandan olar. Rusiya ərazisindən Volqa, Terek, Sulak kimi çaylar, Qazaxıstan ərazisindən Ural və Emba kimi çaylar, Türkmənistan ərazisindən Atrek, İran ərazisindən isə Səfidrud çayları bu ərazidən, Xəzərdən. Demək, bir daha deyirəm, Rusiya ərazisindən Volqa, Terek, Sulak kimi çaylar, Qazaxıstandan Ural, Emba kimi çaylar, Türkmənistandan Atrek, İrandan isə Səfidrud kimi çaylar Xəzər dənizinə tökülür. Adalarına diqqət yetirsək, Azərbaycan ərazisində də yəni çox böyük adalar var. Buna biz Abşeron arxipelaqı dedikdə bura biz Pirallahı, Çilov kimi böyük adaları, həmçinin Bakı arxipelaqına Zəmbil, Xərəzirə, Böyük Zirə, Daş Zirə kimi adaları aid edə bilərik. Rusiya ərazisində biz Çeçen adasını nümunə göstərə bilərik. Daha sonra Qazaxıstan ərazisində Suiti və Qulalı adaları, yəni Qazaxıstanın Xəzər dənizində olan adalarıdır. Türkmənistan ərazisində Oqorçi adası kimi adalar Xəzər dənizinin ən böyük adalarıdır. Bir daha qeyd edirəm. Baxın, Azərbaycanda qeyd etdik Abşeron arxipelaqı, Bakı arxipelaqına aid olan adalar, həmçinin Rusiyada Çeçen adası, Qazaxıstanda Suiti, Qulalı adaları, Türkmənistanda Oqorçi adası kimi adalar Xəzərin ən böyük adaları hesab olunur. Yarımadalarına gəldikdə biz Abşeron yarımadası, Kürdili yarımadasını nümunə göstərə bilərik. Daha sonra Rusiya ərazisində Aqraxan yarımadası, baxın görürük burada var. Daha sonra Qazaxıstan ərazisində demək yarımadalara diqqət etsək, burada Buzaçi və Manqışlaq yarımadası var. Türkmənistan ərazisində Türkmənbaşı və Çələşən kimi böyük yarımadalar var.
İran ərazisində Miyanqala yarımadası var ki, bunlar Xəzər dənizinin ən böyük yarımadaları hesab ediləcəkdir. Daha sonra biz Xəzərin körfəzlərindən danışsaq, Azərbaycan ərazisində Qızılağac körfəzi, Bakı buxtası, həmçinin Rusiya ərazisində biz Qızılar körfəzin nümunə göstərə bilərik. Baxın, burada Rusiya ərazisində Qızılar körfəzini, sonra Qazaxıstan ərazisində Manqışlaq körfəzi, sonra Buzatsi körfəzi, Buzatsi və Manqışlaq körfəzləri, Türkmənistan ərazisində Qaraboğaz Qol körfəzi, Türkmənbaşı körfəzi, Türkmən körfəzi, İran ərazisində Bəndərşah körfəzi və bu kimi körfəzlər Xəzər dənizinin ən böyük körfəzləri hesab edilir. Xəzər dənizində təbii ki, müəyyən problemlər də var. Bunlardan ən əsas biri səviyyə tərəddüdüdür. Biz hal-hazırda da bunu müşahidə edirik. Qlobal istiləşmə zəminində biz görürük ki, Xəzər dənizinin suları artıq Bakı sahillərindən də çox geri çəkilmişdir. Və Xəzər dənizi okean səviyyəsindən, Azərbaycan ərazisində, ümumiyyətlə dünya okean səviyyəsindən -27 metr aşağıda yerləşir və bura tökülən çayların da mənsəbi okean səviyyəsindən aşağıdadır. Əlbəttə ki, çoxillik iqlim dəyişmələri nəticəsində okean suyunun demək səviyyəsi tərəddüd edir. Bəzən qalxmalara, bəzən enmələrə, artıb azalmalara məruz qalır. Həmçinin Xəzər dənizinin çirklənməsi də çox böyükdür. Çünki burada neft ehtiyatları, qaz ehtiyatları kimi təbii sərvətlərin çıxardılması əlbəttə ki, Xəzər dənizinin ekologiyasını çox çirkləndirir. Bioloji problemlərdən isə təbii ki, xüsusən insanların təsiri ilə və yaxud da dənizlərin çirklənməsi nəticəsində bioloji aləmində də əlbəttə ki, bəzən zəifləmə, canlı aləmin azalması müşahidə etmək mümkündür. Amma ümumiyyətlə Xəzər dənizi əlbəttə ki, iqtisadi cəhətdən çox önəmlidir. İlk öncə bunun təbii sərvətlərinə gəlsək, neft-qaz ehtiyatlarından çox zəngindir. Yadda saxlayaq ki, neft ehtiyatlarına görə ən çox neft ehtiyatlarının olduğu ölkəyə biz Qazaxıstanı nümunə göstərə bilərik. Ən çox qaz ehtiyatlarının olduğu ölkə isə Azərbaycanın nümunə göstərə bilərik ki, burada yəni bu təbii sərvətlər çıxarılır. Həmçinin digər göllərə baxdıqda Xəzər dənizinin də əlbəttə ki, bioloji aləmi daha zəngindir. Xüsusən burada balıq növlərinə çox rast gəlinir. Nərə balığı, xüsusən Volqa çayının mənsəbinin ətrafında nərə balığı həddən artıq çoxdur. Və burada təbii aləmi qorumaq üçün bir çox milli parklar, qoruqlar yaradılmışdır. Biz bunu Azərbaycan ərazisində Qızılağac, Şirvan, Abşeron, Samur-Yalama kimi milli parkları nümunə göstərə bilərik. Həmçinin Xəzər dənizinin təbii ki, çimərliklərlə də zəngindir. Azərbaycan sahillərində və digər ölkələrin sahillərində belə deyək, böyük nəhəng çimərlikləri var və turizm potensialı da böyükdür.